Bu ərazidə belə təmirli mənzil demək olar yoxdur. Bunu özünüz də axtara bilərsiniz, araşdıra bilərsiniz. Çox gözəl təmir olunub, gözəl dizaynı var və təmirdən də sonra yaşayış olmayıb. Geniş ölçüsü var, 4 otaqlıdır. Mənzildə nə var, nə yox, hər şeyi mən sizə göstərəcəm. Bəzi mebellərlə, yəni təchiz olunub olan hamısını sizin nəzərdə çatdıracağım. Başlayırıq vaxt itirmədən mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə, bu hissədə dolabımız yığılıb. Yəni, içərisini göstərim sizə. Dərinlik də yaxşıdır. Demək olar, tam axıra kimidir. Burada əyləşmək üçün, paltar asmaq üçün hər bir şey nəzərə alınıb. Döşəmə qranitli üst döşəmə ilə təchiz olunub. İşıqlandırmasında spotlardan, gizli işıq, bunlardan istifadə edin. Ümumiyyətlə, mənzil işıqlı mənzildir. Üzbəüz bu hissədə restoranımız var. Böyük güzgü yerləşdirib, gizli işıqla, lepika daraqlar. Yəni, hər bir şey dediyim kimi ideal səviyyədədir. Otaqların yerləşməsini deyim. Bura mənzilin qonaq otağı. Daxil olduqda sağda sanitar qovşaqlar da ayrı-ayrı yerləşir. Burada deməli bizim mətbəximiz. Bu hissədə 2 yataq otağımız və 1 yataq otağı da buradadır. Gəlin, keçək qonaq otağından. Mən bir bütün otaqları da sizin nəzərə çatdırıram. Və onu deyim ki, mənzilin sənədləri də qaydasındadır. Çıxarış, yəni kupça da var. Bura bizim qonaq otağımızdır. Geniş ölçüsü var, yəni dar uzun otaq deyil. Yəni ki, videodan da hiss edirsiniz bunu. Ona görə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Bu hissədən masanı, işıqlandırma da 2 ədəd lüstrdən istifadə olunub. Biri mərkəzdə, digər isə burada masa üçün nəzərə alınıb. Pərdələr asılıb, hazırdır. Divarlarda dekorativ boyadan istifadə olunub. Bu hissəyə divan, kreslo yerləşdirmə imkanınız var. Dekorlarla bəzədilib. TV stendimiz yığılıb burada. Sol və aşağı hissəsi bu hissələr şkafdır. TV internet çıxış burada nəzərə alınıb. Qonaq otağından məncə bu qədər kifayətdir. Keçək vaxt itirmədən digər otaqlara. Gəlin buradan mən sizə göstərim mənzilin sanitar qovşaqlarını. Tam hazırdır dediyim kimi. İçərisi də yəni normal ölçüdədir. Duş kabinimiz yığılıb, qara rəngli aksesuarlardan istifadə olunub. Divar üçün unitaz, gözəl moydadırımız. Dediyim kimi mənzilin gözəl dizaynı var. Burada da yerləşir kiçik sanitar qovşaq. Bunu da ümumi olaraq göstərək. Aksesuarlar tam olaraq quraşdırılır və oralarda, yəni sanitar qovşaqlarda isti döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin geniş mətbəxinə. İsti döşəmə burada da davam etdirilib. Yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimi də görürsünüz, yuxarı hissələrdə şkafdır. Üst hissəsi mərmərdir. Qaz peci aspirator qoyulub hazırdır. Gözəl də rəng tonları seçilib ümumilikdə. Bu hissədə isə yenə divarda dekorlardan, dekor güzgülərdən, bura işıqlar, mərkəzdə də lüstrumuz. Mənzilin stil sistemi kombidir. Aparat da bu hissədə yerləşdirilib. Gəl keçək, digər otaqları mən sizə göstərim. Başlayaq burada mənzilin əsas yataq otağından. Otaq ölçü olaraq demək olar, qonaq otağı ilə eyni ölçüdə ola bilər. 3-4 kvadrat az olar. Yəqin ki, videodan da hiss edirsiniz bunu. Qonaq otağın bu hissəsində dolabımız yığılıb. Bura əşyalarınızı yerləşdirə bilərsiniz. Meykapımız, güzgü, taxtımız da yerləşdirilib. Hazırdır, görürsünüz. Arxası da gözəl şəkildə bəzədilib, gözəl tablomuz. Bura işıqlar, tavan hissəni olaraq göstərək. Üstur, spot, TV, internet burada nəzərə alınıb. Burada travertindən istifadə olunub. Arasında qara kantlar. Belə, bu otaqdan da mənə elə qədər kifayətdir. Keçək digər otaqlara. Qiyməti də sonunda nəzərinizə çatdıracağım. Siz də ev haqqında fikirlərinizi yazmağı unutmayın. Burada ikinci yataq otağımız. Gözəl də dediyim kimi dizaynı var. Mənzilin ümumilikdə görürsünüz, taxtımız yerləşdirilib. Arxa hissəsi də gözəl bəzədilib. Bu hissədə qarderobumuz var. Bura əşyalarınızı yerləşdirə bilərsiniz. İçəridən görsəd, oranı tam görsənsin. Dərinlik filan. Bu hissədə make-up, güzgü, hər bir şey yerləşdirilib. TV, internet çıxışda burada nəzərə alınıb. Keçək, deməli, üçüncü yataq otağı, yəni uşaq otağını göstərim. Sonra məlumatlara. Bura uşaq otağıdır. Buradan mənzilin eyvanına da çıxış var. Bura istəsəz 2 ədəd taxt da yerləşdirə bilərsiniz. İkili taxt, yəni bu sizdən asılıdır. İstəsə uşaq otağı kimi saxlaya bilərsiniz. Bu hissədə yenə şkafımız da var. Mən də göstərək. İşıqlandırmasında da spotlardan istifadə olunur. Belə
Demək olar mən mənzildə nə var, nə yox, hamısını tam xırdalığa qədər sizin nəzərinizə çatdırdım. Keçək məlumatlara. Yerləşir Yeni Yasamalda, Qismət Şadlıq Sarayı tərəfdə, yeni tikili binada, yeni təmirli, gözəl təmirli və təmirdən də sonra yaşayış olmamış. Əslində 3 otaqdan 4 otağa düzəlmədi, amma gördüyünüz kimi 4 otaqdan qətiyyən seçilmir. Hər otağın ayrı girişi, ayrı işıqlanması, pəncərəsi var. Ölçüsü 125 kvadratdır. 3-cü mərtəbədə yerləşir. Sənədlər də qaydasındadır, yəni çıxarış kupçada var və mənzilin start olaraq qiyməti 327 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.